Məmmədli Mətin Cihangiroğlu sizin oğlunuzdur. Qulbəyli kəndindən gəlmişsiniz. Demək 24 yaşınız var. 24 yaşına qədər də ikinci qrup kimi əlillik müavinəti almışsınız. Ürəyiniz sağdadır. Ciyərinizdə problem var. Əsgərliyə aparmayıblar. Bayılını bilet verilib. Ev şəraitində təhsil almışsan. Amma indi pensiyan kəsilib və təzədən sistemə vurmuşsuz, imtina gəlir. Onun arasında da əyrilik var. İndi onun arasında əyrilik. Əsas odur ki, ürək sağdadır. İndi sizə həkim yazdı da, bu diaqnozu çünki həkim qoyurlar. Həkim indi nə dedi bu imtinadan sonra? Siz getmişdinizmi? Dünən həkimdən oldum mən. Nə həkim? Həkim deyik bana yazıb ki... Bu yandı imişdə həkim oldu. Ümidi Zeynep Hanım onu yazıb burada. Dedi ki, mən buna nə yazıb verim? Bura deyir, başqa şey yox yazmağa. Buna təkrar müalicə yazdım. Bu da müalicəlik deyil. Bu andan gəlmədi. Müraciətinizlə bağlı. İndi mən özüm bir məktub hazırlayacağım. Özüm aidiyyatı qurumunun rəhbəri ilə danışacağım. İndi ya orada müəyyən bir səhv olubsa təzədən baxacaqlar, ya da ki, təzədən sizi yenidən yoxlamaya çağırırlar. Fərqimə düşən budur ki, mən sizi əlaqələndirəcəm, bununla bağlı əlimdən gələn eləyəcəm və yəqin ki, inşallah sizin pensiyanız, yəni aldığınız o müavinətdə bərpa olunar. Amma ola bilsin ki, sizi aidiyyatı qurum təzədən çağırsın, təzədən fiziki görməyə, baxmağa, yoxlamağa. Hər halda sənədlər də sistemə vurulub, onun üzərindən yoxlayıb daha ciddi yanaşacaqlar. Narahat olmayın.